Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 28-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. 16 səhifədən ibarət olan informasiyanın həcmi 655.350 baytdır. Hər səhifədəki informasiya həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 2 dəfə azdır. Aha, simvolların ASCII standartı ilə kodlaşdırıldığını nəzərə alaraq 7-ci səhifədə olan informasiyanın həcmini baytla hesablamamızı istəyir. Deməli, hələ ki, verilmiş səhifələrdə informasiyamızın həcmini bilmirəm. Deyək ki, bu birinci səhifə olsun, bu ikinci səhifə, bu üçüncü səhifə və s. Burada cəmi deməli 16 dənə səhifə var. Deyək ki, bu da olsun 16-cı səhifə. Və bizə deyir ki, bunların ümumi həcmi bərabərdir 655.350 bayta. Düzdür? İndi mən hələ ki, heç bir səhifədə olan informasiya həcmini bilmirəm. Ona görə və bilirəm ki, burada hər səhifə özündən sonra gələn səhifədən 2 dəfə azdır. Misal üçün, birincini əgər x ilə işarə eləsək, ikinci olacaq 2x, üçüncü olacaq deməli 4x, sonra olacaq 8x, 16x və s. Bu formada artaraq sonuncu səhifə olacaq 32.768x-a. Yəni hərəsi 2 dəfə artacaq və 16-cı səhifədə artıq bu qədər informasiya alınacaq. Və biz bu verilənlərin hamısını toplayıb 65.550-yə bərabər götürürük və burada x-i, yəni bir səhifədə olan informasiyanın həcmini tapırıq. Daha doğrusu birinci səhifədə olan informasiyanın həcmini tapırıq. Və bu birinci səhifədə olan informasiyanın həcminə əsaslanaraq 7-ci səhifədə olan informasiyanın həcmini əldə edə bilərik. Gəlin indi bunları ümumi yazaq yan-yana, hamısını toplayaq. Deməli, ümumi oldu bu qədər. Və buradan əgər biz hamısından x-i orta vuruq kimi çıxarsaq, burada necə olacaq? 1, plus 2, plus 4, plus 8, plus 16, plus və s. plus 32.768 alınacaq. Bu bərabər olacaq. Burada hətta bir dənə 0 itirmişəm. Bu bərabər olacaq bizə verilən ümumi həcmin miqdarına. 350 bayta. Və buradan əgər biz bu verilənləri toplasaq, ümumi nəticəni 65.535 alarıq. Yəni, bu mötərizənin içərisi olacaq 65.535. Deməli, 65.535x bərabər olacaq bu ədədə 655.350 bayta. Buradan x-i əldə etmək üçün həcmi böləcəm alınmış rəqəmimizə. Burada nəticə neçə eləyəcək? Nəticə eləyəcək 10. Deməli, birinci səhifədə olan informasiyamızın həcmi oldu 10. Düzdür? 10 bayt daha doğrusu. Birinci səhifə oldu 10 bayt. Buna əsasən biz 8-ci, üzr istəyirəm, 7-ci səhifəni tapa bilərik. Deməli, bu birinci səhifə idi, bu ikinci səhifə, bu 3, bu 4, bu 5, bu 6, bu 7. Deməli, 7-ci səhifə 64x-dir. X-i tapmışdım necə? 10 bayt. Deməli, 64-ü vuracam ona, eləyəcək 640 bayt. Demək ki, bizim 7-ci səhifəmizdə olan informasiyanın həcmi 640 bayt olacaq. ASCII-də də bir simvol zaten 1 baytdır. Ona görə burada 640 bayt götürəcək. Cavab olacaq 640 bayt. Ümid edirəm aydındır. Bu qədər, sağ olun, Allah'a əmanət.